Bank sektorunda necə işləyə bilərəm, hardan başlamalıyam? Am, Bu suallara net bir cavab yoxdur. Mən çalışacağam müəyyən cavablar verim. Şəxsi iş istəyirəm, yəni şəxsi biznes düz başa düşdümsə. Okey. Çox sağ olun cavablarınız üçün. Gənclər Mərkəzində könüllü işləmişəm. Çox gözəl. Sonra ümumiyyətlə kiminlə sual olsa yazar və mən çalışacağam sualları cavablandırım. Ümumiyyətlə müasir dövrdə birinci başlayaq hardan? Oradan başlayaq ki, ümumiyyətlə karyera nədir? Bir çoxumuz elə başa düşürük ki, biz işə başladığımız anda bu bizim karyeramız olur. Bu yanlış yanaşmadır. Ümumiyyətlə karyera sözünün tərifinə baxsaq, beynəlxalq səviyyədə bir karyeram tərifinə baxsaq, belə bir tərifi var ki, karyera sizin gördüyünüz bütün ödənişli və ödənişsiz fəaliyyətlərin cəmi karyera hesab olunur. Bir daha təkrar edirəm, ödənişli və ödənişsiz fəaliyyətlərin cəmi. Bu nə deməkdir? Bu o deməkdir ki, siz könüllü olanda da, məktəbdə fərqi yoxdur, universitetdə, daha sonra bu sizin artıq karyeranızın bir hissəsidir. Mən gördüm ki, çoxlu burada tələbələr var idi. Bir çox hallarda tələbələr sonuncu kursda işə üçün müraciət edəndə onlara deyirlər ki, sizin təcrübəniz yoxdur, ona görə sizi götürə bilmərik işə. Tələbə də sual verir ki, mən tələbə olmuşam, mən necə işləyib təcrübə qazana bilərdim? Halbuki könüllülüyün özü böyük bir təcrübə deməkdir və sizin CV-nizin və yaxud da rezümenizə yazmağa nəyiniz olması üçün siz könüllü fəaliyyətdə olmalısınız. Həmçinin könüllü fəaliyyət əmək bazarı dəyərinin formalaşmasında önəmli rol oynayır. Əmək bazarı dəyəri deyəndə daha sadə dillə desək, yəni siz nə qədər maaş ala bilərsiniz, nə qədər maaş verilə bilərsiniz, onu müəyyən edir. Bunların hamısı toplu şəkildə. Burada suallar görürəm mən. Filologiyanı bitirmişəm, ixtisasım da müəllimdən başqa hansı ixtisasın necə sevilən öz ixtisasının yaxın fakültə ilə onlayn necə pul qazanmaq olar? Ümumiyyətlə dediyim kimi, bizim bugünkü mövzumuz daha çox iş axtarışı və karyera strategiyaları ilə bağlıdır. Burada verilən sualların bir çoxunun özünün elə cavabı üçün biz ən azı bəlkə günlərcə, bəlkə aylarca biz müzakirə apara bilərik. Yəni bunların bir net cavabı yoxdur. İndi bu sonuncu sualdan mən yola çıxsam, onlayn pul qazanmaq üçün siz birinci növbədə işinizin onlayn nə işlə məşğul olmaq istəyirsiniz, ona baxmalısınız. Məsəl üçün kimsə məsləhət xidməti verir onlayn, kimsə deməli onlayn satış eləyir, kimsə birjalarda səhm alır, səhm satır. Yəni müxtəlif işlərlə məşğul olur. Yəni onlayn pul qazanmağın müxtəlif yolları var. Amma onlayn pul qazanmaq üçün sizin ya bir onlayn sata biləcəyiniz peşəniz olmalıdır və yaxud da ki, yəni minimum halda yaxşı ingilis dili biliyiniz olmalıdır ki, onlayn rahat şəkildə iş tapa biləsiniz. Yəni onlayn iş bugün hamının əslində iş istəyidir. Məsafədən işləmək, evdə oturub işləmək, amma bunun üçün müəyyən bilik və bacarıqlara sahib olmaq önəmlidir. Dediyim kimi bir sahə önəmlidir. Məsəl üçün tutaq, siz desəz ki, mən həkiməm, həkim olaraq onlayn pul qazanmaq çox da rahat deyil. Siz maksimum konsultasiya verərək qazana bilərsiniz. Çünki həkimlər fiziki olaraq əməliyyat edərək pul qazanırlar. Və yaxud da siz qazma mühəndisisinizsə, qazma mühəndisi daha çox qazaraq, yəni fiziki hansısa bir yerdə qazma işi apararaq pul qazanır. Nəinki onlayn. Dediyim kimi, onlayn müəyyən təlimlərdən pul qazana bilərsiniz, məsləhət verə bilərsiniz. Bəlkə IT sahəsində işləyənlər var, dizayner olaraq çalışa bilər, proqramlaşdırma üzrə çalışa bilər. Çoxdur, yəni bu onlayn şəkildə. Necə ki, mən indi sizlə təlim keçirəm, bunun özü də onlayn bir işdir. Düzdür, indi biz bunu müəyyən könüllü əsaslarla edirik, amma dediyim kimi, mənim başqa platformalarda da onlayn şəkildə tədris etdiyim müəyyən mövzular var.
Hansı ki, bunun qarşılığında müəyyən, deyək ki, gəlirlər əldə edə bilər. Yəni bunu siz özünüz də bu seçdiyiniz sahədən asılı. Yəni istənilən halda sizin əlinizdə bir peşəniz olmalıdır ki, onu necəsə sata biləsiniz. Salam, xoş gördük Dilara xanım. Marketinq sahəsi çox böyük sahədir. Aktuallığını itirməyən sahədir. Marketinq çox haçalanıb, qolları həddən artıq çoxdur. Rəqəmsal marketinq var, marketinq konsultasiyası var. Əlbəttə ki, yaxşı oxusanız, yaxşı özünüzü bu peşəyə adasanız, əlbəttə ki, uğurlu ola bilərsiniz. Mən universitetdə təhsil alanda mənim bir müəllimim var idi. O mənə deyirdi ki, fərq yoxdur hansı peşə sahibisən, killer olsan belə, üzr istəyirəm, killer olsan belə çalış ki, sahibin ən yaxşısı olasan ki, pul qazanasan. Menecment tələbəsiyəm, tövsiyələriniz nədir? Mən ümumiyyətlə tələbələrə ümumi bir tövsiyə verə bilərəm. Birinci, oxuduğunuz sahəni yaxşı çalışın, dərindən öyrənin və oxuduğunuz sahədə çalışın elə aşağı kurslardan, birinci, ikinci kursdan təlimlərə qoşulasınız. Əgər bu sahə sizə maraqlı deyilsə, ekran paylaşımını zəhmət olmasa saxlayaq. Nigar Məmmədzadə səhv etmirəmsə. Okay. Deməli, o sahəni yaxşı dərindən öyrənin. Yəni siz gözləməyin də ki, 4-cü kurs gəlsin, mən iş axtaranda bunu eləyərəm. Yox. Özünüzü o 4-cü kursa qədər hazırlayın mütləq şəkildə. Peşəkar insanlar iş axtarmış, öz ayağına gəlir. Bu doğrudur. Bunun üçün sizin peşəkar olduğunuzu bilmək üçün birinci dediyim kimi olduğunuz sahəni çox yaxşı bilməlisiniz. Hansı sahədən asılı olmayaraq. İkinci növbədə də bu gün müasir dövrdə tanıtım çox önəmlidir. Yəni siz özünüzü tanıtmalısınız ki, bu sosial şəbəkədə ola bilər, bilmirəm bəlkə hansı yollarla televiziyada ola bilər ki, insanlar sizi tanısın və o iş siz gəlsin, tapsın. Yəni heç kim bilmədən, tanımadan siz işinizin ən yaxşısınız və o gəlib sizi tapacaq. Bu təəssüf ki, müasir dövrdə baş vermir. Ümumiyyətlə, mənə maraqlıdır, məsəl üçün, burada tələbələr də var, bəzi insanlardır ki, mən iş axtarıram. Mənə ümumiyyətlə maraqlıdır ki, siz iş axtaranda harada axtarırsınız? Bax, burada bir çoxları var idi ki, yoldaşlar bildirdilər ki, iş axtarırıq və s. İş axtararkən harada axtarırsınız? Hansı platformalardan istifadə edirsiniz? Hansı saytlardan istifadə edirsiniz? Nigar xanım yazıb ki, yeni bitirmişəm, hazırda onlayn dərslər deyirəm. Məktəblərdən təklif var. Yəni bu sizin bir seçiminizdir. Buna siz özünüz baxmalısınız ki, sizə nə maraqlıdır. Siz nə istəyirsiniz ümumiyyətlə? Daha çox pulumu qazanmaq istəyirsiniz? Karyerada mı yüksəlmək istəyirsiniz? Yoxsa tanınmaq mı istəyirsiniz? Yoxsa istəyirsiniz onlayn prosesi davam etdirib daha çox pul qazanasınız Nigar xanım? Bu sizdən asılıdır. Siz birinci bilməlisiniz ki, siz nə istəyirsiniz? Sizin istəyiniz nədir? Mən sizə desəm ki, mən sizə tövsiyə edirəm bunu eləyin, bu doğru olmaz. Çünki mən sizin yerinizdə deyiləm və sizin nə istədiyinizi bilmirəm və bu belə rahat cavab verilə biləcək o deyil. Yəni bir insan taleyi ilə oynamaq kimi olar da mən sizə desəm ki, hə bu yaxşıdır, bunu eləyin. Bu sizdən asılıdır. Siz birinci dediyim kimi nəyi istəyirsiniz və niyə istəyirsiniz? Bu suallara cavab versəz, məncə özünüz bu sualın cavabını daha rahat tapa biləcəksiniz. Korporativ mühitdə işləmək bəzi insanlar üçün maraqlı deyil. Sizin üçün maraqlıdırmı yoxsa yox? Buna hazırsınızmı? Magistr təhsili alıb böyük müəssisələrdə işləmək, böyük müəssisə deyəndə nəyi nəzərdə tutursunuz? Magistr təhsili alıb düşünürsünüzmü ki, bu sizə böyük müəssisələrə aparacaq? Bu sualların cavabları sizdədir. Instagram və TikTokda şəbəkəndə şəhidlərin əsxatına görə ziyarətlər bələdçi kimi paylaşımlar edirəm. Burada uğurlu olmaq deyəndə nəyə nəzərdə tutursunuz? LinkedIn,
İnkişaf etmək istəyirəm və ixtisasımın dərinlinə getməsən, lakin konkret bir yol bilmirəm. Mən sizə Zümrüd xanım, əgər konkret bir plan axtarırsınızsa, mən sizə tövsiyə edirəm. Allo Karyera dəstək xidməti var. Onlayn karyera konsultasiyası tam pulsuz və ödənişsiz. Mən sizə tövsiyə edirəm ki, ora müraciət edin. Allo Karyera. Mən burada chatda da yazıram. İnternetdə yazsaz çıxacaq sizin üçün. Orada peşəkar karyera məsləhətçiləri var. Onlar sizə yardımcı olacaqlar. Bu qısa müddətli bir proses deyil. Uzun müddətli və vaxt ala biləcək bir prosesdir. Job Search, Asfak WhatsApp qrupu, Job Search Telegram, LinkedIn, eJob. Kurs bitirməklə söhbət hansı kursdan gedir Əli bəy? Dövlət orqanlarında işləmək, müəssisələrində işləmək ümumiyyətlə mümkündür. Sadəcə dövlət orqanlarında işləmək üçün minimum sizin bakalavr təhsiliniz olmalıdır. DİM-in səhifəsi, Dövlət İmtahan Mərkəzi. Orada işləmək istəyirsinizsə, uğurlar sizə. Onlayn işləmək istəyirəm. Böyük müəssisə Təhsil Nazirliyi universitetləri nəzərdə tuturam. Təhsil Nazirliyində işləmək üçün magistr təhsilinə ehtiyac yoxdur. Universitetdə tələbələrə ali təhsil, yəni universitet tələbələrini dərs demək istəyirsə, magistr lazımdır. İkinci qrup tələbəsiyəm, marketinq üzrə təhsil alıram. Hansı karyola, hansı gəlir nisbətən biznes sahəsində daha çoxdur, nə məsləhət görə bilərsiniz? Marketinq sahəsində təhsil alırsa, marketinqin özəyi, marketinqin əsası araşdırmadır. Siz araşdıra bilərsiniz ki, ümumiyyətlə birinci baxın, belə bir şey deyim də, ümumiyyətlə gəlir qazanmaq məsələsi elə bir məsələdir ki, gəlir çox yerdə qazanmaq olar. Yəni biraz kobud səslənəcək. Məsələn, siz tərəvəz də satıb pul qazana bilərsiniz, şirniyyat da bişirib sata bilərsiniz və yaxud da bunun marketinqini edib sata bilərsiniz. Ümumiyyətlə gəlir, yəni biznes sahələri, gəliri olan biznes sahələri çoxdur. Sizə nə maraqlıdır? Bax, bunu düşünün. Çünki insan özünə maraqlı olmayan işi bir müddətdən sonra etmir və orada uğurlu ola bilmir. Bu mənim fikrim deyil. Bu alimlərin, nəzəriyyətçilərin fikridir, gəldiyi qənaət. Ona görə mütləq şəkildə siz birinci baxmalısınız ki, sizin marağınız nəyədir və marketinq çox ciddi sahədir, geniş sahədir. Orada ciddi araşdırmaya ehtiyac var. Bazar araşdırmasına ehtiyac var ki, Azərbaycanda nə baş verir əmək bazarında? Nələr daha vacibdir, nələr daha az vacibdir? Buna diqqət etməniz önəmlidir. Bakalavr ingilis dili, magistr MBA oxuyuram. Siz nə bacarırsınız Aysu xanım? Nə bilirsiniz, nə bacarırsınız? Ona uyğun iş tapa bilərsiniz. Məsələn, nə işləsəz daha məqsəd uyğun olar. Məsəl üçün, mən sizə nə deyə bilərəm? İngilis düzü oxumusunuz, MBA, magistr. Tutaq ki, idarəçilik, hansısa idarəçi ola bilərsiniz. Mütəxəssis olaraq başlaya bilərsiniz. Marketinqdə də işləyə bilərsiniz. Sizin nə bacardığınızdan və nə bildiyinizdən çox şey asılıdır. Nurana xanım, məndə bu təəssüf bu barədə məlumat yoxdur. Puldan istifadə etmək də ayrı bir bacarıqdır, razıyam. İşə gəlir yox, sevərək getmək lazımdır, razıyam. Səbahat əfsərli və bir də özünüzü görmədiyiniz yerdə maaş xəttinə qalmaq düzgün deyil mənə görə. Doğrudur, razıyam. Çünki sizə nə maraqlıca, nəyi bacarırsınızsa ondan istifadə etmək lazımdır. IT ixtisası üzrə project management layihələrin idarə edilməsinin sahəsində özümüz self-study formasında öyrənə bilərəmmi? Project management layihələri nə edir? Project management layihə idarə etməsidir. Öyrənə bilərsiniz. IT PM olmaq istəyirsinizsə öyrənə bilərsiniz. Courseradan, YouTube-dan, Udemy-dən istifadə edə bilərsiniz. Sizin seçdiyiniz səhifə Dilarə xanım, bu səhv etmirəmsə bayaq şəhidlərlə bağlı olan bir məsələ çox spesifikdir. Yəni bunu burada çox məsələ gözləyəm. Bu davamlı olacaq bir şey deyil də. Yəni bu müəyyən bir müddətdən sonra artıq daha az kütlə sizə baxacaq. Bu hansı hörmətsizlik falan kimi deyil də. Sadəcə bu aktuallığın davamlı qoruyan bir məsələdir. Yəni burada bir trend yoxdur, burada bir dəyişiklik yoxdur. Bu daha çox biraz həssas nöqtə məsələsidir və burada hansısa siz məsələn daha çox insanın baxması üçün reklam eləyə bilərsiniz, amma bu daha çox insanın baxması sizə nə verəcək? O maraqlıdır. Əlbəttə, CV-də önəmli görünür. Bəli, Udemy-də, Coursera-da əlavə eləyə bilərsiniz.
Deməli, mən sizə bir məsələdən danışmaq istəyirəm. Bir saniyə. Bir saniyə dostlar. Deməli dostlar, ümumiyyətlə iş axtarışındakı deməli önəmli məsələlərdən biri də deməli bizim özümüzü tanımağımızla bağlıdır. Biz hansı səviyyədə özümüzü tanıyırıq? Bu çox önəmli məsələdir. Nə dərəcədə özümüzə agahıq, yəni nə bacardığımızı nə dərəcədə bilirik? Bu çox önəmli məsələdir. Bilirsən, niyəsə bir texniki problem olub. Mən yenidən açım ekranı. Mən bilmirəm aranızda nə qədər insan bunu eləyib. Buna SWOT analiz deyilir. Yəni biz özümüzün güclü tərəflərimizi, zəif tərəflərimizi, imkanlarımızı və təhlükələri mütləq şəkildə analiz etməliyik. Yəni güclü tərəf deyəndə biz nələri bacarırıq, nələri daha yaxşı bacarırıq, nələri biraz zəif bacarırıq, imkanlarımız nələrdir? Yəni məsəl üçün bizə kim kömək edə bilər? Kim bizə məsəl üçün lazımi şəxslə əlaqələndirə bilər? Kim bizə yol göstərə bilər? Müəllimlik eləyə bilər, mentorluq eləyə bilər? Bunlar çox önəmlidir. Güclü və zəif tərəflər ona görədir ki, zəif tərəflər onları düzəltmək üçün, güclü tərəflər daha da gücləndirmək üçündür. Və bir də SWOT analizinin, hətta bu ingilis dilinin sözlərin baş hərfləridir. Bir də təhlükələr hissəsi var. Təhlükələr hissəsi ona görə lazımdır ki, biz bilək ki, bizim bu etmək istədiyimiz, getmək istədiyimiz yolda hansı məsələlər ola bilər ki, bizə maneçilik törədə bilər. Ki, biz onların qarşısını alaq. Aydındır? Mən sizə birinci tövsiyələrimdən biri ki, bu SWOT analizi özünüz üçün eləyin. Strength güclü tərəflərdir, weakness zəif tərəflər, opportunities imkanlar və threats təhlükələr olar. Yəni yazın bir vərəqdə özünüz üçün bunu analiz eləyin. Çünki müsahibədə də sizə bu sualları verəcəklər. Sizin güclü tərəfləriniz hansıdır, zəif tərəfləriniz hansıdır? Bunlara bir növ həm də müsahibəyə hazırlıq kimi baxın. Burada sual var, müəllimlik sahəsində çalışıram. Biri gələcək perspektiv üçün ikinci işə malik olmalıdır. Məsələn, SMM çünki ayı bir çox peşələri sıradan çıxacaq. Siz ümumiyyətlə yaxşı müəllimsizsə, daimi olaraq müəllim olaraq öz sahənizdə yenilikləri izləyirsinizsə, onu tətbiq eləyirsinizsə, AI sizə ancaq kömək olacaq. Yəni, məsəl üçün, mən sizə bir şey deyim də, bax, bugün, indi ekranda görürsünüz, ekranı paylaşmışam. Bu təqdimatı AI düzəldib. Mən ona sözləri vermişəm, AI düzəldib. Bu mənə kömək eləyib, mənə işimə mane olmayıb. Ona görə siz əgər müəllimsizsə, o müəllimin trendlərini izləyin. Məsəl üçün, hansı platformadan istifadə edib onlayn dərs keçə bilərəm, nə ilə təqdimat düzəldə bilərəm, nə ilə, məsəl üçün, şəkil düzəldə bilərəm. Bunlar sizə ancaq kömək eləyəcək. Peşələr, ümumiyyətlə, peşələrin əksəriyyəti itmir. Onlar başqa bir hala keçir. Məsələn, bugün dizaynerlik var da, doğrudurmu? Dizaynerlik rəssamlığın müasir versiyasıdır. Kimlər ki, kreativliyi yüksək səviyyədədir, yaxşı rəssamlıq bacarıqları var, təxəyyülləri güclüdür, onların dizaynerlik bacarıqları da çox güclü olur. Texniki hissəni öyrənməkləri qalır və salam. Rəqəmsal marketinqdə karyera qurmaq üçün nələri bilməliyəm? Rəqəmsal marketinqdə karyera qurmaq üçün birinci növbədə rəqəmsal marketinqin əsaslarını bilməlisiniz. Bir də rəqəmsal marketinqi yaxşı səviyyədə bilməlisiniz. Çalışmalısınız ki, beynəlxalq sertifikat varsa, onların dərslərinə qoşulun, kurslarını keçin, yerli kursları araşdırın, onları keçin. Nə verəcək deyəndə cahil sual oldu. Mən başa düşmədim Dilara xanım sizi. Peşələr sonsuzdur, sadəcə onun davamçıları olmalıdır. Müsahibə zamanı necə uğurlu olmalı? İndiki zamanda işləmək üçün staj istəyirlər. Əgər iş vermirlərsə, necə stajın ola bilər? Staj dediyiniz təcrübədir, Gülşən xanım. Təcrübə, mən dediyim kimi, təcrübənin birinci kökü özəyi könüllülükdən başlayır. Könüllü proqramlarına qoşula bilərsiniz.
Məsələn, seminarlara qoşula bilərsiniz, təlimlərə qoşula bilərsiniz. Ola bilər ki, sizin üçün yəni elə sahələr var ki, orada təcrübə çox önəmlidir. Mən bundan razıyam. Məsələn, həkim. Həkim olmaq üçün mütləq təcrübəli olmalısınız və yaxud da geofizika mühəndisi. Burada konkret olaraq sizin təcrübəniz olmalıdır. Çünki bunlar çox belə spesifik sahələrdir. Sizi birdən-birə sahəyə buraxıb və yaxud da ki, xəstənin üzərində deyə bilməzlər ki, hə, gəlin burada təcrübə keçin. O təcrübəni siz praktikada keçirsiniz. Məsəl üçün, həkim bitdikdən sonra sizi göndərirlər praktikaya, orada onu keçirsiniz. Elə sahələr var ki, orada təcrübə mütləqdir. Amma fiziki təcrübə tələb eləməyən məsələlərdə təcrübə yığmaq sizdən asılıdır. Burada ana mərkəz, əsas mərkəz sizsiniz. Kurs ödənişi vermək istəmirəm. Ödənişsiz kurslar hansı məsləhətdir? Menecment ixtisası. Coursera-da çoxlu kurslar var. Coursera-da belə bir şey var. Ümumiyyətlə, baxın, belə bir şey deyim də, menecment ixtisası deyirsiniz, siz menecment ixtisasına yox, menecment ixtisası sizə harada iş tapa bilərsiniz, bu ixtisas bilir, ona baxmaq lazımdır. Menecment geniş anlayışdır, idarəçilik çox geniş anlayışdır. Yəni, siz menecmenti qutarıb restoranda da idarəçi ola bilərsiniz, bir müəssisədə də ola bilərsiniz, dövlət qurumunda da ola bilərsiniz. Yəni, özəl qurumda da ola bilərsiniz, dövlət qurumunda da. Ona görə siz menecment ixtisasından əlavə bu bir menecment bir peşə deyil. Menecment bir sahədir, bir bacarıqdır. İdarəçilik bir bacarıqdır. Onu bitirəndən sonra siz artıq onu harada tətbiq eləyə bilərsiniz, ona baxmalısınız. Amma Coursera-da var. Coursera-da belə bir funksiya var. Siz ödəniş etmək istəmirsinizsə, onlara orada müraciət hissəsi var. Kursa daxil olanda. Orada müraciət edirsiniz ki, mənim finansal vəziyyətim yaxşı deyil. Onlar sizə bunda endirim eləyirlər. Ənənəvi marketinqdə yaxşı gəlir əldə etmək olar, rəqəmsal marketinqdə etmək olar. Burada önəmli olan İlahi xanım, sizin bunu nə dərəcədə bilməyinizdir və necə biliyinizin hara sata biləcəyiniz çox önəmlidir. Dediyim kimi, burada belə konkret şey yoxdur da ki, məsələn, mən sizə desəm ki, rəqəmsal marketinqdə daha çox pul var, bu yalan olar. Çünki mənim tanıdığım və çox kifayət qədər ölkədə də tanınmış insanlar var marketinq sahəsi üzrə ki, onlar rəqəmsal marketinqdə işləmirlər. Hansı könüllü proqramları? Ən minimaldan dost var, asan xidmət var, orada könüllü ola bilərsiniz. Layihələrdə könüllü ola bilərsiniz. Təşkilatlar var, məsələn, IJ var, IJ Bakı var, ISEC var, sonra Gənclərin Karyera və İnkişaf Mərkəzi var, ondan sonra regional ictimai birlik var, RIB gedir. Bax, orada könüllü ola bilərsiniz. Könüllü olmağın çox... Əgər siz tələbə ilkin heç bir fəaliyyətiniz yoxdursa, elə ancaq dərsə gedirkən qiymət alınca müəssisə düşünür ki, elə bu ancaq zaman keçirib. Bəli, ilkin belə bir fikir formalaşır. Onlayn olaraq hansı könüllü proqramları yoxdur demək olar ki, yəni bu effektiv deyil. Tələbələr üçün önəmli könüllü və ya təcrübə proqramları olaraq hansıları deyə bilərsiniz? Baxın, ixtisas iqtisadiyyatdır. Bu deməkdir ki, siz iqtisadçı olmalısınız. Siz baxın ki, iqtisadiyyatda nə öyrənmişsiniz və onu hansı sahəyə tətbiq edə bilərsiniz? İqtisadiyyat geniş anlayışdır. Yəni, iqtisadiyyatı qutarın iqtisadçı olmalı deyə bir şey yoxdur. Siz iqtisadiyyatı qutarıb, yəni bank sektoru da iqtisadiyyatın bir hissəsidir, satış da iqtisadiyyatın bir hissəsidir, marketinq da iqtisadiyyatın bir hissəsidir, kənd təsərrüfatı da. Asan dost könüllülükləri yaxşıdır, bəli. Onlayn könüllülükdə çox şey öyrənə bilərsiniz. Onlayn könüllülük çox çətindir. Yəni, mən indiyə qədər Azərbaycan əmək bazarında onlayn könüllülüyün çox effektiv olduğunu görməmişəm. Hansı? Ümumən, hazırki aktual olan əmək bazarında ən çox tövsiyə etdiyiniz sahələr hansılardır? Hansı ki, həmin sahədə daha uzun ömürlü olması güman edilir. Bu sualın cavabı çox genişdir. Ümumiyyətlə, gələcəyin 2030-cu ilə qədər hansı sahələrin önəmli olduğunu bilmək istəyirsinizsə, iş yerlərinin gələcəyi hesabatı var. Bir saniyə, mən indi sizə linkin atım.
İngilis dilində düzdür, amma edəcək bir şey yoxdur da, yəni bunu oxumağımız lazımdır. Linki sizə atıram, orada Download var, yəni pulsuz yükləyə bilərsiniz. Açıb oradan oxuya bilərsiniz. Hansı peşələr gələcəkdə 2030-cu ilə qədər ən azı aktual olacaq. Amma Azərbaycanda deyirsinizsə, baxın, Azərbaycanda maliyyə, maliyyə idarə etməsi, mühasibatlıq da daxildir bura. Sığorta işinin təşkili, bilirsiniz də bank sığortada və bank sektorunda bir məşhur bir şey var. Sertifikasiya var. Aktuari gedir adı. Aktuari. Burada kimsə yazmış ki, mən riyaziyyat oxuyuram. Bax, riyaziyyatı yaxşı bilməyiniz sizə lazım olacaq aktuaridə. Bax, onlar ölkədə aktuarilərin sayı olduqca azdır. Təxminən bütün bu ölkə üçün səhv etmirəmsə aktiv bir 60 aktuari olmalıdır. Səhv etmirəmsə. Təsəvvüründə bütün bu ölkə üçün. Ona görə əmək bazarında dəyərləri kifayət qədər yüksəkdir. Mühəndislik ölkə əmək bazarında çox önəmlidir. Burada elektrik mühəndisliyi, inşaat mühəndisliyi, ətraf mühit mühəndisliyi, hüquq ixtisası, həkimlik, bunlar öz aktuallığını itirməyən sahələrdir. Ondan sonra satış, marketinq, maliyyəni artıq dedim, aqronomluq, kənd təsərrüfatı ilə bağlı olan sahə. Bilmirəm, burada aranızda aqronomluğa marağı olan var, yoxsa yox. Bax, bu sahələrin hamısı gələcəkdə aktual olacaq. Yaxın, ən az 10 il Azərbaycan əmək bazarında 5 il, 10 il çox oldu. 5 il aktual olacaq. Və bir də sözsüz ki, IT sahəsidir. IT proqramlaşdırma, IT dizayn, IT ilə bağlı olan bütün sahələr demək olar ki, məhsul idarəçiliyi, məhsul sahibliyi, PO deyirlər, Scrum Master, bax bunlar aktualdır, aktual olaraq qalacaq. Turizm ixtisası üzrə karyera planlamı necə qurmalıyam? Yenə deyirəm, Ülvi bəy, bu sualın cavabı üçün, bunun konkret cavabı yoxdur. İnanın ki, mənə yoxdur. Necə ki, iş axtarışı prosesi olduqca qəliz prosesdir, çətin prosesdir ki, hansısa biz bugün ana mövzularımızdan biridir. Eləcə də bu sualın net bir cavabı yoxdur. Net cavabı odur ki, siz Alo karyeraya müraciət edirsiniz və karyera məsləhəti alırsınız. Bu pulsuz olduğu üçün mən sizə deyirəm, rahatlıqla deyirəm, müraciət edin. Yəni ödənişli bir xidmət deyil, tam ödənişsiz deyil. Amma turizm ixtisası üzrə ən önəmli məsələ spesifik sahə seçməyiniz. Bax, turizmdə bələdçilik var, ekoturizm var, turizmin ümumiyyətlə təşkili var. Hansını istəyirsiniz, hansını seçirsiniz. Birinci özünüz üçün bunu müəyyən edin. Azərbaycan turizm, ümumiyyətlə Azərbaycan olaraq, lokal olaraq baxmayın da. Lokal olaraq başlayırsınız, sonra get-gedə bu böyüyür artıq, qlobala çıxır. Ola bilər ki, yaxşı turizm, bir də mikrofonu söndürək kimdəsə açıqdırsa, sizdə ola bilər ki, turizminizi çox yaxşı, məsələn, dil biliklərinizi inkişaf etdirib, məsəl üçün deyəm, Türkiyədə işləyə bilərsiniz, Gürcüstanda, Avropada, yəni sərhədsiz dünyada yaşayırıq. Çox üzr istəyirəm Pərviz bəy. Mən təklif edirəm ki, sual-cavab sessiyasını son hissəyə alaq, əgər sizin üçün də uyğundursa. Olar. İştirakçılar suallarını yazar, sualları yarandıqca biz təlimi davam edək. Sual-cavab hissəsini isə sonda edək. Okey, burada suallar əslində mənim üçün heç bir fərqi yoxdur, amma interaktiv olması üçün suallar üzərindən getməyimiz də yaxşıdır. Mən bu 3 sualı da cavablandırım, sonra da sualları sona alarıq. Nuriyə xanım deyir, mən yaşadığım yerdə demək könüllü proqramlar yoxdur. Ona görə onlayn istəyirəm. 2 gün əvvəl dostluq mərkəzinə distant iştirakçı kimi könüllü müraciət etdim. Cavabı neçə günə gələr? Cavabı bilmirəm, onların daxili yəqin ki, qaydalarına görə tənzimlənir. Siz nə edə bilərsiniz? Bax, ən yaxşı onlayn könüllü olmaq üçün ən yaxşı məsələ siz, bax, ona görə bax, sosial şəbəkələrdən düzgün istifadə etmək çox yaxşıdır. Sosial şəbəkələr, məsələn, mən bəzən nələrlə qarşılaşıram. Kimsə kiməsə dostluq göndərir. Bəy xanıma, xanım bəyə fərqi yoxdur. Bəy bəyə və yaxud da xanım xanıma fərqi yoxdur. Birinci sual olur ki, biz tanışıq. Sosial şəbəkələr tanışları bir araya toplamaq üçün deyil. Adı üstündə sosial şəbəkə, yəni sizin sosiallaşmağınız üçün lazımdır. Siz, burada hər şey niyyətlə bağlıdır. Siz sosial şəbəkəni iş üçün, inkişaf üçün ki, ətrafınıza göstərmək üçün ki, bax, mən bunu bacarıram istifadə edəsəz,
Elə ən yaxşı məsələ odur ki, götürüb yazır ki, məsələn, mən onlayn könüllü olmağa hazıram. Kimə onlayn şəkildə könüllü dəstəyi lazımdır? Yaxşı ətrafınız olsa sizə yaxşı cavablar da gələcək. Yox, mühasibatlıq sahəsi Azərbaycan əmək bazarı ilə bağlı belə bir məsələ yoxdur Samirə xanım. Mühasibatlıq Azərbaycan bazarı üçün ən az 2030-cu ilə qədər aktual sahə olaraq qalacaq. IT sahələri azalmır, Aysel xanım. Robotlaşır deyəndə nəyə nəzərdə tutursunuz tam anlamadım, amma istənilən halda fonda idarə eləyən bu deyək ki, süni intellekti və s. hamısı müəyyən proqramlaşdırmalara bağlıdır. Ona görə bunun aktuallığını itməsini çox da gözləmirəm. SWOT analizdən bəhs elədim. Dediyim ki, mən sizə tövsiyə edərdim ki, hər biriniz özünüzün SWOT analizini aparın. Çünki SWOT analizi olduqca önəmlidir və SWOT analizi olmadan bu çox çətindir bunu davam etdirmək. Digər bir məsələ yoldaşlar, mən sizə nə tövsiyə edə bilərəm? Şəbəkənizi genişləndirin. Baxın, əgər kimsə bugünə qədər, bu saata qədər sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyibsə, çox yaxşı olar ki, bundan sonra artıq bunu dəyişsin. Çünki müasir dünyada səsinizi çatdırmaq üçün, özünüzü göstərmək üçün, biliyinizi, bacarığınızı satmaq üçün ən yaxşı yol sosial şəbəkələrdir. Yəni, insanlar sizi oradan tanıyacaq. Ona görə, məsələn, tutaq ki, siz əgər sosial şəbəkəni, məsələn, Instagramı, məsələn, ola bilər ki, özünüzü tanıtmaq üçün şəkil çəkirsiniz, paylaşırsınız, nə bilim, yemək bişirib paylaşırsınız, nə bilim, velosiped sürüb paylaşırsınız, gəzirsiniz, paylaşırsınız, bu sizin biləcəyiniz işdir. Amma bunu eləyirsinizsə, professional eləyin, davamlı eləyin. Çünki sosial şəbəkələrin alqoritmi onun üstündə qurulub. Onlar davamlılığı sevirlər. Davamlı olaraq istəyirlər ki, siz orada paylaşım eləyəsiniz və özünüzü tanıtdırasınız. Digər bir məsələ mütəmadi SWOT analizidir. Çox önəmlidir ki, siz davamlı olaraq bayaq dediyim SWOT analizi, yəni güclü, zəif tərəflərinizi davamlı olaraq yazasınız. Özünüzü analiz edəsiniz. Hətta karyera, bayaqdan təxminən bir ondan çox sual gəlib ki, mən hara gedim, necə eləyim? Karyera planlamasının birinci addımı var. Mən sizə sual verim, istəyirsinizsə. Sizcə karyeranı planlamaq üçün birinci addım nə olmalıdır? Biz nə etməliyik? Cavablarınızı chatda yaza bilərsiniz. Sizcə karyeranı planlamaq üçün birinci addım nə olmalıdır? Maraqlıdır mənə cavablarınız. Nəyi bacarıram? Tamam. Nə istədiyimizi bilməliyik. Özünü tanımaq. Məqsəd. Zəhra xanım əl qaldırıb. Sözünüz varsa Zəhra xanım, mikrofon açıb deyə bilərsiniz. Problem deyil. Təhsil almaq ilk öncə, okey. Hədəf. Sonra dostlar, hamıdan cavab gözləyirəm. Karyeranın dəyişinə düzgün ixtisas seçməyə, siz lap əvvələ getdiniz. Disiplin, məqsəd təbii ki, araşdırmaq. Düzgün ixtisas seçmək ümumiyyətlə bu işin köküdür. Özünü tanımaq, özlərində çalışmaq, planlı şəkildə addımlamaq, bilik və bacarıqlara uyğun sahəni seçmək, hansı bacarıqlara sahibini bilmək, özümüzü tanımaq, əla, təcrübə qazanmaq. Özünü bu sahədə dərinləşdirmək, başqa. Müxtəlif qurumlarda üzv olmaq, maraqlıdır. İstədiyimiz sahədə güclü və zəif tərəflərimiz,
Nəyi bacarmalıyam həmin sahədə nə yaxşı olmaq üçün? Dostlar, mən burada əslində cavablar var. Mən çox sevinirəm ki, belə bir cavablar var, belə bir cavablar gəlir. Karyera planlamasının birinci addımı özümüzü tanımaq. Adətən belə olanda bu bəylərə daha çox belə çox da sevdikləri bir söz deyil. Bəylərə deyəndə ki, siz özünüzü tanıyırsınızmı? Allahın acığına gəlir. Yəni özümüzü tanımaq deyəndə nəyi nəzərdə tuturuq? Biz bilməliyik ki, biz nəyi bacarırıq? Bizim maraqlarımız nədir? Bizim dəyərlərimiz nədir? Bizim qorxularımız nədir? Bizim vərdişlərimiz nədir? İndi sizdə sual yarana bilər ki, vərdişin nə aidiyyatı var özünü tanımağa? Məsələn, mən sizə bir misal deyim. Təsəvvür edin ki, siz evdə oturanda fit çalışırsınız. Belə bir vərdişiniz var. Fit çalışırsınız da, yəni evdə oturanda, çöldə gəzəndə daim fit çalışırsınız. Təsəvvür edin günlərin bir günü hansı şirkətdəyim, məsələn, AZS-də işə düzəlmişsiniz. Oturmusunuz bir otaqda, digər yoldaşlar da əyləşir və birdən başlayırsınız fit çalmağa. Sizcə bu necə qarşılanır? Deyə bilərsiniz ki, bu mənim vərdişimdə neyiniyim? Yox, bunu deyə bilməzsiniz. Çünki niyə görə? Çünki artıq siz korporativ mühitdəsiniz, siz işdəsiniz. Ona görə baxın, vərdişlərimizi bilmək önəmlidir. Qorxularımızı bilmək önəmlidir. Yəni biz nəyi etməkdən çəkinirik? Yəni özümüzü tam mənasında tanımalıyıq. Əgər fikir verdinizsə, sizin verdiyiniz bir çox suallara mən birbaşa cavablar vermədim və bildirdim ki, bu sizin özünüzdən asılıdır. Mən beynəlxalq kvalifikasiyalı karyera məsləhətçisiyəm və bu günə qədər təxminən 300-dən çox adama karyera məsləhəti vermişəm. Amma karyera məsləhəti özəyində o durmur ki, mən gələnlərə demişəm ki, sən sağa get, sən sola, sən düz, sən arxaya dön və s. Belə bir şey olmayıbdır. Bunun əsas ana məqsədi kökündə o durub ki, karyera məsləhətinin sizi tanımaq durur və siz ola biləcək ssenariləri sadəcə olaraq izah edirik. Sonda seçimi siz edirsiniz. Ona görə də məsəl üçün istənilən halda bütün baş verənlərin mərkəzində siz durursunuz. Özünüzü nə qədər yaxşı tanısasınız, bax, güclü tərəfim nədir, zəif tərəfim nədir, nəyi bacarıram, nəyi bacarmıram, qorxularım nədir, vərdişlərim nədir? Bunları əgər deyirsiniz ki, mən necə bilim, yazın. Yazmaq əla bir şeydir. Yazın. Bir vərəq, bir qələm götürün, yazın. Və sonra ona baxaraq düşünün. Mən iqtisadiyyat üzrə necə, məsəl üçün, inkişaf edeyim? İqtisadiyyat üzrə inkişaf deyəndə nəyi nəzərdə tutursunuz? Biz kim olmaq istəyirik? Biz çoxlu pul mu qazanmaq istəyirik, yoxsa peşəkar mı olmaq istəyirik? Çünki məsələn, mən də ikinci kursda oxuyanda düşünürdüm ki, yox, mən çox pul qazanmalıyam, oxumağın başını buraxmaq lazımdır. Amma belə bir şey yoxdur da. Yəni, pul qazanmaq əla şeydir, gözəl şeydir. Və mən, məsələn, bəylərə də tövsiyə edərdim, xanımlara da. Uyğun işlər tapdığınız zaman gedin işləyin. Yay aylarında, məsəl üçün, tətillərdə işləyin, sınayın özünüzü. Marketdə kassir olsun. Mən şəxsən özüm işləmişəm, yoxlamışam. Maraqlıdır, sizə nəsə öyrədir. Siz başa düşürsünüz ki, okey, mən yaxşı oxumasam, çalışmasam, kassir olub daha çox yorula bilərəm. Bu çox yorucu. Satıcı ola bilərəm, merchandiser ola bilərəm. Amma bunlar yoracaq məni, bu mənlik deyil. Mən özümə yol tapmalıyam, özümü hardasa tapmaq üçün çalışmalıyam. Və yaxud da yox istəmirəmsə, okey, onda mən davamlı olaraq özüm belə deyim də, əziyyətə salmağı sevirəmsə, əziyyət çəkməyə davam etməliyəm. Yəni, karyera planlaması edən və etməyən arasında insanlar arasındakı fərqi qısa olaraq sizə izah edeyim. Bizim 10 kilometr gedəcək yolumuz var. Düzdür? Bir var 10 kilometr düz gedirsiniz, düppədüz. Bir də var onu fırlana gedirsiniz. Karyera planlaması düzgün edən insanlar olsa yol düz gedəcək, etməyən insanlar davamlı olaraq fırlanacaq. Hər ikimiz 10 kilometr gedəcəyik. Birimizin 10 kilometr getməyimiz 1 saat alacaq, digərimizin 10 kilometr getməyimiz təxminən 1 il alacaq. İnsan həyatında ən önəmli resurs vaxtdır, dostlar. Vaxtınızı düzgün qiymətləndirin. Burada olan hər kəs, içi mən daxil, biz bir də heç vaxt 30 may 2025-ci il yaşamayacaq. Bugün olacaq, bitəcək və bugündə qalacaq. Ona görə zaman ən dəyərli resursumuz və biz bunu düzgün şəkildə qiymətləndirməliyik. Buyurun Zəhra xanım, sual vermək istəyirsə buyurun. İstəyirsiniz səsli verin, istəyirsiniz yazın. Sizə necə rahatdırsa.
Zəhrə xanım danışmır. Olar mən deyim, mən də əlimi qaldırmışdım. Səlimə Buyurun, xanım da narahat edir buyurun, sizi. Mən buyurun. sadəcə elə siz orada dediniz ki, yazın ki, e, nə lazımdır karyera qurmaq üçün. Mən istədim yazam, siz onun hamısını dediniz. Mən indi sadəcə bir dənə əlavə eləmək istəyirəm sizin sözünüzə ki, düzdür, özünü tanımaq lazımdır, özünün qorxularını, zəif gücü tərəflərini və s. və s. və s. Amma mənə elə gəlir ki, bunu bəlkəm də cavan yaşlarında insan başa düşmür, amma illər keçdikcə karyerada qurursan, pul da qazanırsan. Amma ən önəmli mənə elə gəlir, ən önəmli buradadır ki, sən seçdiyin işi fərqi yoxdur nədir. Bax, siz dediniz, lap kassir olsa da, bu işi sevərək eləmək. Ən önəmlisi odur ki, siz nə harda olursunuzsa olun, o işi sevin. Çünki yenə də deyirəm, əgər siz onu sadəcə pul xatirinə, nə bilim, insanlar desin ki, hə, kiminsə oğlu, qızı oxudu, nə bilim, yüksək məqama çatdı, nə bilim, hə, mənim çoxlu pulum var, hər şey var. Amma siz o işi sevmədən eləyəndə onların heç biri sizə xoşbəxtlik gətirməyəcək. Hər şeyiniz olacaq, amma xoşbəxtliyiniz olmayacaq. Ona görə mənə elə gəlir. Bunu yenə də deyirəm, illər sonra başa düşürsən ki, yaşa dolanda başa düşürsən ki, kaş ki mən öz sevdiyim işlə məşğul olsam, eybi yoxdur, kasıb oldu, amma sevdiyim iş olardı. Misal üçün deyirəm. Ona görə mənə elə gəlir ki, karyera planlamasında, iş seçimində, ümumiyyətlə həyatı seçəndə ən önəmli olmalıdır ki, bir işi sevərək eləyəsən. Yəni ki, məcburiyyət qarşısında yox, sevərək o işi eləyəsən. Yəni ki, sevdiyin işi, necə deyim, pula çevirəsən, belə deyək də. Başa düşdüm. Çox təşəkkür edirəm fikriniz üçün. Baxın, bir işi sevmək üçün nəyi sevdiyimizi bilmək lazımdır. Əgər mən bir işdə işləyirəmsə və burada xoşbəxt deyiləmsə, demək ki, mən özümü yetəri qədər tanımıram. Məsəl üçün, mən nə deyim, məsəl üçün də kassirliyin üstündən getmək istəmirəm. Kassirlik belə çölə atılası bir iş deyil. Məsələn, mən operator işləyirəm. Gələn telefon zənglərinə cavab verirəm, düzdür. Mən bu işi sevmirəmsə, eləmək istəmirəmsə, özümü məcbur eləyə bilmərəm sevməyə. Nə işi sevdiyimi bilmək üçün də özümü tanımalıyam. İstənilən halda bir işi sevmək üçün mən yenə də özümü tanımalıyam. Özüm bilməliyəm ki, mən nəyi sevirəm, nəyi yox. Ancaq o halda mən çalışdığım ya işi sevə bilərəm, ya da oradan keçib başqa bir işdə özümü tapmağa çalışa bilərəm. Sözsüz ki, çox önəmlidir gördüyünüz işi sevmək, amma yenə deyirəm də, bəs hansı işdir o? Hansı işi sevə bilərəm? Onu bilmək. Pərviz müəllim, çox üzr istəyirəm. Bax, sözünüzü kəsin. Bax, bilirsiniz nə mənada onu deyirəm. Düzdür. Onu hər işdə işləmək, get hər bir işdə ki, biləsən ki, mən bilirsiniz nə mənada onu deyirdim. Bax, uşaqlar var indi. Hə, anam dedi ki, hüquqşünas yaxşı işdir, get ora. Yəni həkimlik yaxşıdır, amma misal üçün bu adam istəyir ki, rəsm çəkməkdən xoşu gəlir. Deyir ki, yox, sən bir rəsmi çəkməklə harda pul qazanacaqsan, sən kasıb olasan həmişə, nə bilim, onun bunun yanında işləyəcəksən belə. O uşaq deyir ki, hə, eybi yoxdur da valideyn. Misal üçün, lap heç valideyn olmur, məsəl üçün, valideynləri günahlandırmaq istəmirəm. Ümumiyyətlə də belə bir var axı. Uşaq da gedir istəmədən, siz deyən kimi oxuyur, hüququ oxudu məsələn, gəldi, oldu, getdi, məsləhətçi də işlədi, nə bilim, biraz da advokat da işlədi, nə işlədi, gəldi, amma o işi sevmir. Məsələn, o oturur, rəsm çəkir, ondan həzz alır. Yəni, insan axı içində var, necə yəni, içində var da, hər bir insan var ki, o nəyi sevir. İndi mən bilirəm ki, orada çox pul var, gedirəm, orada karyera qururam, amma elə karyera xətrinə qururam bunu, amma sevmədiyim iş olur. Onu, yəni ki, insan öz-özünü tanıyır da, yəni ki, yenə deyirəm, şərt o deyir ki, hə, orasını düz qeyd edirsiniz. Bax, mən yay vaxtı gedin, işləyin. Hər bir işdən yapışın, görün ki, necə olur da. Bax, cəmiyyətdə necə davran. Məsələn, lap karyera qurdun, gəldin, müdir oldun, misal üçün. Elə bilirsiniz ki, elə hasandır müdir olmaq. Hər insanla dil tapmaq lazımdır. Hər insanı, məsələn, yaxşı işçidir, amma misal üçün kaprizlidir. Ona da bacarmaq lazımdır ki, ondan necə davranasan ki, bu işçi getməsin mənim yanımda, qalsın, işləsin. Yəni ki, ya da ki, yəni ki də ümumiyyətlə elə bilirlər ki, elə karyera yüksəldin, vəzifədə oldun, hər şey sənin olur. Elə deyil. Yaxşı işçiləri yanında saxlamağı bacarmalısan, lider olmalısan, güclü. Siz deyirsiniz, bax, oturmuşsunuz bankda fit çalmaq gəldi axılınıza da, vərdişinizdə. Yəni ki, onları özündə bastırmağı bacarmalısan ki, hə, mənim vərdişim budur. Məsələn, hələ gedirəm, tökürəm, hə, anam gəlir dalımca yığışdırır. Yox, işləyəndə bu olmaz. Sən bilməlisən ki, sən hər iş
yerini təmiz saxlamalısan və sairə də. Müdir söz deyir, mən atama heç söz deməyib, müdir mənə söz deyir. Elə şey yoxdur. Sən işləyirsənsə, hər adamın sözünü götürməyi bacarmalısan. Yəni ki, əgər sən xəta eləmisənsə və sənə deyirlər ki, bunu belə eləməyin, indi ola bilsin müdirlər cürbəcür olur. Biri kobud deyir, biri mülayim deyir. Amma sən onu gərək o mənada düz deyirsiniz ki, işləmək lazımdır ki, hər insan sosiallaşasan, hər insanları görə biləsən, gələcəksən karyeranda biləsən ki, bax belə insanlar da var, beləsi də var. Məsələn, xain insanlar da var. Onlarla da bacarmalısan ki, hə bunların bax xoşları gəlir də hər bir işi qarışdırsınlar da. Bax bunlarla necə bacarmaq lazımdır ki, hə onları iş tapışıb başı işlə qaçırsın ki, dəyib dolaşan olmasın. Yəni ki, bu şeyləri ona görə deyirəm ki, bir işi məncə ən çox sevmək lazımdır, bilmək lazımdır ki, mən bu işi istəyirəm, ona görə karyeranı qurmaq, nə bilim, harasa getmək, hansısa bir universitetə getmək istəyirsənsə orada onu eləmək. Bu qədər. Çox sağ olun, çox danışdım. Üzr istəyirəm yenə də. Vaxtınızı aldımsa. Buyurun. Heç problem yoxdur. Dediyim kimi siz nəticə etibarilə insanlar biz özümüzü daha yaxşı tanımalıyıq, özümüzü daha çox sorğulamalıyıq. Özümüzü zamanında sorğulamasaq, yenə də bu mənim fikrim deyil. Yəni bu karyera planlamasının nəzəriyyəsinin, bu işin elmi tərəfinin gətirdiyi sübutdur ki, bir insan özünü tanımasa, yetəri özü haqqında biliyə malik olmasa, o heç bir işdə xoşbəxt ola bilməz. Bir çox hallarda yəqin ki, eşidirsiniz ki, yaxşı pul qazanıram, amma xoşbəxt deyiləm. Bunun ana səbəbi, altında duran səbəbi özünü tanımamaqla bağlıdır. Mən burada suallar görürəm, o suallara cavab verəcəm. Toxunmaq istədiyim başqa bir məsələ də var. Bu bizim gördüyümüz işlərdə bir planlamanın olmasıdır. Biz özümüzü tanıdıqdan sonra ümumiyyətlə əgər karyeramızda bir strategiya qurmaq, bir plan qurmaq istəyiriksə, bir plan qurmalıyıq, bir planımız olmalıdır, uğurlu olmaq istəyirsə və onun düzgün şəkildə bir icrası olmalı. Nə deməkdir bu plan və onun icrası? Yəni siz özünüzə ilkin növbədə qarşınıza məqsəd və ya hədəf qoyursunuz. İndi biz daha çox məqsəd sözünü işlədirik, hədəf daha kiçik anlayışdır. İndi fərqi yoxdur. Bir hədəf qoydunuz, bir məqsəd qoydunuz. Mən sadə bir misal verəcəm. Tutaq ki, baxın, xatırlayın universitetə qəbul vaxtında, indi çoxumuz burada təhsil gördüm ki, təhsil alırlar. Siz neynədiniz? Siz bildiniz ki, 11-ci sinifdə oxuyanda, məsələn, iyul ayında imtahan verəsiniz, düzdür? O iyul ayına qədər siz davamlı olaraq çalışdınız, oxudunuz və gəldiniz bir yerdə imtahan verdiniz. Burada bir planlama var idi. Kimlər ki, planlı şəkildə oxudu, onlar nə bilim, daha yüksək bal yığdı, daha istədiyi ixtisasa qəbul oldu və s. Bu və siz ömrümüzün axırına kimi oxumadınız ki, universitetə qəbul olmaq üçün deyiləm. Ömrümüzün axırına qədər öyrənirik. Bu davamlı öyrənmə başqa şey. Amma biz bildik ki, biz bir yerdə imtahan verəcəyik. O vaxta qədər oxuduq. O vaxtda imtahan verdik və o proses orada belə deməkdir ki, başa çatdı. Ona görə mütləq şəkildə hədəfləri müəyyən edib və ona çatmaq üçün plan qurmaq lazımdır. Plansız şəkildə, davamiyyət olmayandığı şəkildə təəssüf ki, bunu eləmək mümkün deyil. İndi burada bir neçə sual var, onlara cavab verim. Müəyyən bir yaş dönəminə gəlmiş insanlara nə məsləhət görərsiniz? Bilməm, yəni bu sual biraz tam dəqiq deyil. Söhbət nə etmək istəyirsiniz, ona uyğun nəsə sizə tövsiyə verə bilərəm. Mən 2 il kassir, 1 il yarım operator işləmişəm, amma artıq sonuncu kurs olduğum üçün dövlət işi istəyirəm. Market işi müvəqqətidir. Tələbə olaraq istəmişsinizsə, bu əladır, siz təcrübə yığmışsınız. Baxın, kassir olaraq işləmək, operator olaraq işləmək insanın ən çox ünsiyyət bacarıqlarını inkişaf etdirir. İnsanın problem həll etmə bacarıqlarını inkişaf etdirir. Bundan gözəl bir şey yoxdur. Mən zamanında çağrı mərkəzi operatorunda işləmişəm. Gündəlik bir gün var idi ki, həmin gün 125 nəfərlə telefonda danışmışdım. Həmin gün başa düşmüşdüm ki, yox da bu iş qəti şəkildə mənlik deyil. Mən bu işdə işləyə bilmərəm. Çünki gördüm ki, mən biraz çox danışdıqca artıq yoruluram və düzgün cavablar verə bilmirəm. Amma dövlət işi, siz dövlət işi yox, daha doğrusu mən sizə tövsiyə edərdim ki, Nuriyə xanım, dövlət işi deməyin də daha çox nə iş görmək istədiyinizi müəyyən edin. Dövlət işi çox Təhsil Nazirliyi də var, Mədəniyyət Nazirliyi də var, İqtisadiyyat Nazirliyi də var. Özünüzü müəyyən edin ki, nəyi istəyirsiniz daha deyil. Təcrübə proqramına Start 3.0 eşitməmişəm. Kurslara müraciət etmişəm Dövlət Məşğulluq Agentliyinə, qrafik
hara müraciət etmişdinizsə, həmin ərazi üzrə maraqlanın ki, niyə görə sizə geri dönüş etməyiblər. Belə olmur təəssüf ki, kasıb olub sevdiyim iş övladlarıma fayda verməyəcək. Onları qabağa aparmayacaq. Kasıb olub sevdiyim iş nə deməkdir? Mən tam anlamadım. İnsanın sevdiyi iş, sevərək gördüyü, yaxşı bacardığı işin mütləq şəkildə ona pul gətirir. Mümkün deyil ki, ona pul gətirməsin. Sevməyi bacaranlardan olmalı. Okay. Mən bir mövzuda məsləhət almaq istəyirəm. Təhsil sahəsində sosial biznes qurmaq istəyirəm. Qurmaq istəyən biri hansı qurumlardan dəstək ala bilərmi? Əlimdə sadəcə ideya və biznes plan var. Mərkəzə yaxınlaşaq sizə təfərrüatlı danışıb məsləhət ala bilərəmmi? Hansı mərkəzi nəzərdə tutursunuz? Başa düşmədim, amma ümumiyyətlə sosial biznes qurmaq istəyirsinizsə, siz Kobiya var, kiçik və orta biznesin inkişaf agentliyi. Ora müraciət edə bilərsiniz. Mən tövsiyə edərdim ki, əgər gəncsinizsə, yaşınız çatırsa, Gənclər Fondunun qrant müsabiqəsinə müraciət edin. Mini qrantla başlayın onu icra eləməyə. Bir də yaxşı təqdimat hazırlayın. O sosial biz yaxşı belə vizual, izahçı bir təqdimat hazırlayın və onu göndərin şirkətlərə. Yəni, ideyavızı satın. Xanım dedi ki, kasıb olum, amma sevdiyim iş olsun. Ona görə dedim. Mən yenə deyirəm, baxın, mən sizə çox sadə bir misal gətirdim. Əvvəldə bunu yenə gətirim. Bir çox insanlar bizə əvvəlki dövrlərdə elə düşünürdülər ki, məsələn, mən rəssam olsam azından öləcəm. Amma belə deyil. Rəssamlıq bugün müasir dövrdə, məsələn, qrafik dizayn və UI dizayna keçib. Və hər insan, məsələn, mən UI dizayner ola bilməm. Çünki mən çox da kreativliyim, o rənglər, ahəngi tutmaq məsələsində çox da yaxşı deyiləm. Amma kimlər ki, rəssam idi, yaxşı rəssamlıq qabiliyyəti vardı, onlar bu işdə daha çox uğurlu oldular. Mən düzü çox təcrübədə iştirak edilməmişəm. İndi də kimya mühəndisliyi ixtisası magistr oxumuşam. İndi isə digital marketinq sahəsində keçid etmək. Mühəndisdən öyrəndiyim analitik düşüncə tərzini tətbiq etməklə. Niyə siz ümumiyyətlə bunu özünüzdə qaraşdırın? Niyə kimya mühəndisi Azərbaycanda ən çox tələb olunan sahədir? Niyə oradan çıxmaq istəyirsiniz? Bunu özünüz üçün məncə müəyyən eləyin. Deməli, dostlar, burada çox önəmli bir məsələ var. Bəzi statistikalar deyim sizə. Baxın, işə qəbul olmaq üçün, işə qəbulun ən çox böyük faizi, indi bir 75 ola bilir, 76 olsun, 73 olsun, ortalama bir rəqəm, düzgün karyera planlamasının və karyera strategiyasından gedir. Düzgün karyera planlamasının olmasını istəyirsinizsə, bax, burada nə qədər insan var. Hamıya mən tövsiyə edirəm ki, Allo karyeraya müraciət edəsin. Tam ödənişsiz şəkildə sizə pulsuz karyera məsləhəti verəcəklər. Çünki əmək bazarının karyera hissəsini davamlı araşdıran bir insan kimi sizə onu deyə bilərəm ki, bugün Azərbaycan əmək bazarında sahədən sahəyə keçid eləmək, iş tapmaq, nəinki Azərbaycanda, bütün dünyada belədir. Çox rahat bir şey deyil. Sizin əlinizdə konkret peşəniz olmalıdır. Konkret nəsə bacarmalısınız. Əgər bunu bacarmırsınızsa, keçid eləmək, iş tapmaq sizin üçün asan olmayacaq. Ona görə birinci, konkret bir peşə seçin, sahə seçin. Sonra artıq onu təkmilləşdirməyə başlayın. Məsəl üçün, bayaq burada çəkildi adları, mən ona görə demək istəyirəm. İqtisadiyyat, menecment, bunlar bir bilikdir, bir sahədir. Bunu çalışın ki, peşə ilə əlaqələndirəsiniz. Siz menecment sahəsini bitirmişsə, çox yerdə işləyə bilərsiniz. Amma harada? Peşəniz nədir daha çox? Yəni, insanlar, məsəl üçün, Pərviz deyəndə onların ağlına kim gəlir? Sizin adınızı çəkəndə insanların ağlına kim gəlir? Bax, bu önəmlidir. Və bu, ən önəmli məsələlərdən biridir. Digər bir məsələ, mənim sizə tövsiyə edilmək istədiyim məsələ, yumuşaq bacarıqlardır. Bugün hamı deyir ki, pul IT sahəsindədir, IT-ni öyrənmək lazımdır. Baxın, bir var, IT proqramlaşdırma, IT dizayn, bunlar spesifikdir. Mən buralara girmirəm. Yəni, proqramlaşdırma dediyim, backend var, frontend var, DevOps var. Bunlar spesifikdir. Amma, baxın, bugün əmək bazarında, IT sahəsində bir çox anlayış var. Yəqin ki, bunu bir çoxunuz eşitmişsiniz. Mən də bunun adını çəkdim. PO, Scrum Master, PM, IT PM deyirlər. Niyə var bunlar?
PO məhsul idarəçisi deməkdir, Product Owner, PM Project Manager-dir, IT Project Manager, bir də Scrum Master var. Bu anlayışların ortasına çıxmaq səbəb odur ki, 2000-ci illərin əvvəlində bir agile fəlsəfəsi yaradıldı, çeviklik anlamına gələn. Orada bütün IT sahəsində öndə gedən şirkətlər qərara gəldilər ki, bu IT-də işləyən insanlar özünə qapanıq olduqları üçün onlarla müştərilər arasında biz əlaqəni qura bilmirik. Ona görə o yeni sahələr yarandı. Bax, sizə link atdım gələcəyin iş yerləri ilə bağlı oxumağınız üçün. 8 ildə çıxan, sonra hər 2 ildən bir çıxır o hesabat. O 8 ilin 4 hesabatını oxumuş biri kimi sizə deyirəm ki, tələb olunan işə götürənlər tərəfindən top 10 bacarıq içərisində bacarıqların deməli 8-i və 7-si yumuşaq bacarıqlardır. Bunların da ən öndə gələnlərdən biri ünsiyyət bacarıqdır. Baxın, ünsiyyət bacarığı. Ünsiyyət bacarığı ən önəmli bacarıqlardan biridir. Yəni, deyək ki, sən çox güclü IT mütəxəssis olsan da, sən əgər maliyyə departamentindən kimləsə ünsiyyət qura bilmirsənsə, sənin o bacarığın mənim şirkətimdə işə yaramayacaq. Bunu mən demirəm, bunu şirkət sahibləri deyir. Problem həll etmə, ünsiyyət, emosional zəka, tənqidi təfəkkür. Siz, baxın, bunlar çox önəmlidir. İnanılmaz dərəcə önəmlidir. Yəni, ünsiyyət o demək deyil də ki, salam, necəsən, yaxşı, sən necəsən? Yəni, ünsiyyət bundan ibarət deyil. Baxın, ünsiyyət haqqında bir çox maraqlı deyimlər var. Çox qədim deyim, yəni bir 2 əsrlik tarixi olan bir deyim var. Deyir ki, ünsiyyət bir illüziyadır, hansı ki biz elə bilir ki, o baş tutub. Düzdür? Bax, təsəvvür edin. Sabahlarım gedin bunu tətbiq eləyin və yadınıza salın. Dostlarınızla, rəfiqələrinizlə geysiz görüşməyə 4 saat, 5 saat vaxt keçirirsiniz. Amma mən sizdən soruşsam ki, mən yox, evdəkilər sizdən soruşsa ki, nə söhbət elədiniz? Siz onlara daha çox deyə biləcəyiniz məsələlər yığsaz bəlkə görəsiniz, bəlkə bir 15 dəqiqəlik məlumat var. Niyə? Çünki o aranızda olan aktiv ünsiyyət fazası çox güclü deyil. Baxın, mən sizə bir real bir misal deyim. Oturursunuz dostunuzla, rəfiqənizlə söhbət edirsiniz. 5 dəqiqə dayanmadan danışın. Bunu eləyin, praktik eləyin, özünüz görəcəksiniz. 5 dəqiqə dayanmadan danışın. 5 dəqiqənin sonunda bu danışdığınızın bir yerindən sual verin. Sizə qulaq asan insan böyük ehtimal sizə deyəcək ki, necə başa düşmədim, oranı bir də təkrar edin. Çünki böyük ehtimalla ki, bu sualı sizə vermirlərsə, sizə dəqiq sual verirlərsə, siz deməli xoşbəxt insansınız. Həmin insan sizi dinləyib. Çünki o bir yerində, o nə bilim, 17-ci saniyədə aranızdakı əlaqə bax belə qopur. Ona görə çalışın ki, yumuşaq bacarıqlardan olan ünsiyyət bacarıqlarınızı inkişaf elətdir. Sonuncu toxunmaq istədiyim məsələ birbaşa iş axtarışı ilə bağlıdır. İş axtarışı ilə bağlı bugün Azərbaycanda ən çox istifadə olunan 2 platforma var. 3 demək olar təxminən. LinkedIn, Job Search az və Boss az. Ən çox bu 3 platformadan istifadə olunur. 1 ilə 2 LinkedIn və Job Search azdır. Burada sonsuz sayda iş elanı var. Sonsuz sayda. Amma əgər siz LinkedIn-i peşəkar şəkildə istifadə etmirsinizsə, yəni orada təhsilinizi, iş təcrübənizi yazmamısınızsa, orada bir paylaşım etmirsinizsə, şəkliniz orada yoxdursa, LinkedIn-də iş tapmağı unudun. Heç kimsə LinkedIn-dən iş verməyəcək. Çünki sizin CV-nizdə və ya rezümenizdə LinkedIn profilini mütləq yerləşdirməlisiniz. İnsanlar da ora baxanda görəcəklər ki, boş bir səhifədir, deyən başa düşəcəklər ki, siz onu sadəcə boş-boşuna açmısınız. Job Search azdan iş tapmaq istəyirsinizsə, yaxşı CV-niz olmalıdır. Sözün həqiqətdə keyfiyyətli CV-niz olmalıdır. Keyfiyyətli CV-niz, rezümeniz olmadan bu işi tapa bilməyəcəksiniz. Hə, indi desəz ki, mən necə hazırlayayım? İnternetdən də baxa bilərsiniz, kifayət qədər məlumat var. Alu karyeraya da müraciət edib öz CV-nizi ən peşəkar şəkildə, dediyim kimi, tam ödənişli düzəltdirə bilərsiniz. LinkedIn, Instagram deyil. Təbiət qoyunda getdim, şəkil çəkdim, orada paylaşdım. Salam dostlar, İsmailudayım, istirahət edirəm. Selfie çəkdim, atdım LinkedIn. Yəni, LinkedIn bunun üçün deyil. LinkedIn sözünün mənasını bilir. LinkedIn sözündən yaranıb, yəni bağlantıda olmaq.
Bu müasir dövrdə sizin LinkedIn profili müasir dövrdə sizin onlayn CV-nizdir. Sizin onlayn CV-nizdir. Onu yaxşı şəkildə düzənləmək lazımdır. Özünüz haqqında məlumatları ətraflı yazırsınız, təhsil ocağınızı qeyd edirsiniz, qəşəng şəkil qoyursunuz, yəni klassik geyimdə olan daha çox həm xanımlar, həm bəylər və ya çox peşəkar çəkilmiş şəkil qoyursunuz. Bax, LinkedIn bunun üçündür. Job search üçün isə yaxşı CV və ya rezümə lazımdır sizin üçün. Mütləq şəkildə. Mən tarix müəllimi ixtisası üzrə təhsil alıram. Mən magistr idarə etmə üzrə oxuyub dövlət qulluğuna hazırsam irəli gedə bilərəm. İrəli getmək nədir sizin üçün? Gəlin birinci bu suala cavab tapaq. Yəni, dövlət idarəsində bir vəzifə tutmaqdan söhbət gedirsə, hə, dövlət qulluğu tələb edən dövlət qurumlarında işləmək istəyirsə, dövlət qulluğu imtahanı verməlisiniz. Və orada